Birinci kurslarda adında ilk dərsdə bir sitat veririk və o sitatı mən istəyirəm üzündən oxuyum. Çünki Azərbaycan dilinə tərcümə eləmişəm. Eramızdan əvvəl 1-ci əsrdə Vitruvius adında bir memar olub. Onun məşhur əsəri var, De Arkitektura. Oradan bir sitatdır. İdeal memar, amma o memar sözünü məsələn mən özüm informatika və kompüter elmləri ilə də əvəz eləyə bilərdim. İstənilən ixtisasla yəqin əvəz eləmək olar, texniki ixtisasla. İdeal memar, bir ədəbiyyat əhli, rəsmxət ustası, riyaziyyatçı, tarix elmindən xəbərdar, fəlsəfənin çalışqan tələbəsi, musiqi ilə tanış, tibbdən başı çıxan, hüquqşünas kəlamını öyrənmiş, astronomiya və astronomik hesablamalardan xəbərdar bir şəxs olmalıdır. Yəni bu sitatı gətirəndə təbii ilk reaksiya ola bilər ki, Araz müəllim, nə danışırsınız? Yəni memardır, bu musiqi nədir, astronomiya nədir? Yəni mənə elə gəlir orada daha dərin məna var ki, bu şeylər hamısı, bu texniki sahələr, memarlıq daxil olmaqla, informatika və kompüter elmləri, bir bəşəriyyət üçün bir şeylər yaratmaq, insanlar üçün bir şeylər yaratmaq istiqamətində, yəni bir fikir yürütməyə, bir iş görməyə sərf olunur və orada insanları başa düşmək, bəşəriyyəti başa düşmək üçün daha geniş baxışı olmalıdır o mütəxəssisin.